Oğuz deyiləndə insanın yadına yaşıl meşələr, sıra dağlar, soyuq sular, axar çaylar, buz bulaqlar düşür. Bəlkə də siz Oğuzu yaxşı tanımırsınız, amma Hara Gedək layihəsindən sonra Oğuzu çox yaxından tanıyacaqsınız. Hara gedək layihəsi harda? Oğuzda! Saf temiz insanların güzel lehçesi duzdur. Yurdu Şiraz salların, Oğuz yurdum Oğuzdur. Oğuz yurdum Oğuzdur. Bura haradır? Xaçmaz. Nə xaçmaz, nə xaçmaz. Bura Oğuz deyə. Ay qız, Oğuzun Xaçmaz kəndini deyirəm mən sənə. Özdə Royal Garden'dəyik. Gedək əziz dostlar, sizi buraydan tanış eləyək. Gedək. Deyirəm, yaxşı bu Royal Garden'a gəldik, əyləndik, gəzdik, güllərdən, çiçəklərdən dərdik. İndi də çayımızı içək, gedək görək nə yeyirik. Özdə burada bir dənə kabab verirlər, hələ sacını demirəm. Qazan yeməkləri, baba deyəsən pişirirlər, iyi vurur bura. Dur çayımızı içək, gedək yeyək, dur. Amil, mən yoruldum, heç yerə getmirəm. Mən bu Oğuzda ilk dəfədə oluram. Mən elə bir qalmağa yer istəyirəm ki, həm oteli olsun, həm koteci olsun, həm spası olsun, həm hovuzu olsun, dadlı yeməkləri olsun, hər şey olsun da, belə rahatlıq olsun, özü meşənin içində, dağlıq tərəflərdə olsun, belə. Əşi, niyə yoxdur elə yer? Var. Mən bu Oğuzda Afra oteldə bir neçə dəfə qalmışam. Hər bir şəraiti elə sən istəyən kimidir, mənim istəyən kimidir. Bəs hərdə məni niyə yorursan? Gedək də. Gedək də. Dur, gedək, tez ol. Əşi, bunu bu boyda otelə gətirmişəm, ağzının buruğu düzəlmir.
Ürəyimə od salıbdır bir gözə. Odu deyir, közü deyir sev məni. Ürəyimə od salıbdır bir gözə. Odu deyir, közü deyir sev məni. Dilində get, ürəyində gəl deyir. Qaşı deyir, gözü deyir sev məni. Dilində get, ürəyində gəl deyir. Qaşı deyir, gözü deyir sev məni. Mən səninə məhəbbətim minanəm. Qismətimiz gah sevincdir, gah da qəm. Mən səninə məhəbbətim minanəm. Qismətimiz gah sevincdir, gah da qəm. Qədəmlərim dəyən yerdən öpürəm. Ayağının tozu deyir sev məni. Qədəmlərim dəyən yerdən öpürəm. Ayağının tozu deyir sev məni. Sev məni, sev məni, sev məni, sev məni. Hara gedək layihəsi hardadır? Oğuzda Eynullah babanın məkanında. Öz fəaliyyətiniz haqqında tamaşaçılarımıza məlumat verərdiniz. Əvvəla xoş gəlmisiniz bizim gözəl Oğuz rayonuna. Sizləri burada görmək xoş oldu. Hörmətli Amil bəy, bizim dəyərli aktyorumuz, hörmətli Samirə xanım, dəyərli aparıcımız. Allah sizləri var eləsin. Bəli. Mən də öz fəaliyyətimdə çalışıram, yeni mahnılar üzərində işləyirəm. Hal-hazırda bir qızın mahnısı var, onun üzərində işləyirəm. Oğuz rayonunda konsertlər təşkil edirik. Elə 15 iyun bizim Qurtuluş günlə bağlı gözəl bir konsert təşkil etdik. Sağ olsun Oğuz rayonundan, Şəkidən, Qəbələdən, Mingəçevirdən bir çox qonaqlar gəldilər. Çox sevindirici hal oldu mənim üçün ki, bizi bu rayonda hörmət bəsləyirlər, sevirlər. Bir daha təşəkkür edirəm gəldiyiniz üçün, bizim bax bu gözəllikləri çəkib göstərdiyiniz üçün. Çox şad oldum. Nə yaxşı ki, gəldiniz bizim bu gözəl məkanımıza. İnşallah ki, davamlı olar. Hər il gələrsiniz, elə inşallah ki, nəinki çəkiliş üçün, elə özünüz də gəlib rahat şəkildə bu gözəl yerlərdə istirahət edərsiniz. Və bütün xalqımızı dəvət edirəm Oğuza. Gəlsinlər, bu gözəllikləri görsünlər, burada gözəl təamlardan dadsınlar. Təbiətin qoynudur, gözəl hava var, gözəl, bol oksigen var. Gözəlliklərlə zəngindir. Mən də hər zaman Oğuzu çəkirəm, işıqlandırıram gözəl yerlərini. Ona görə də Oğuz cəmaatı mənə daha çox dəyər verirlər. Hər zaman da çalışıram paylaşımlarımda böyüklərin fikirlərinə daha çox önəm verim. Çünki onların fikirləri bizim üçün daha önəmlidir. Böyüklərin hörmətini qazanırıqsa, deməli bizim üçün böyük bir şansdır. Var olasınız, minnətdaram hər birinizə bir daha, bütün çəkiliş qruplarınıza. Allah sizləri var eləsin. Tamaşaçılarımız sizdən bir dənə də ifa gözləyir. Vurğunuyam dağ dərənin, gördüyüm hər mənzərənin, qarşısında pəncərənin, dənlənirdi bir ağ göyərçin, əllərimi uzatdıqca, xoş ünsiyyət yaratdıqca, su verdikcə, dən atdıqca, şənlənirdi bir ağ göyərçin, uçdu hara göyərçinim, bəxti qara göyərçinim, uçdu getdi qayıtmadı, qayıtmadı ağ göyərçinim, könlüm onu unutmadı, o könlümü yovutmadı, uçdu getdi qayıtmadı, qayıtmadı ağ göyərçinim, qayıtmadı ağ göyərçinim. Oğuzda maraqlı, gözəl bir məkan tapmışam.
Bu təbiət qoynunda istirahət eləmək istəyən insanların ürəyincədir. Kamp Oba Oğuz. Gözəl yerdir də, gözəl yerdir. Siz də gəlin. Hələ meşənin içində, yaşıllıqların içində, Kamp Obasına necə gəlməyəsən? İstirahət elə burdadır da. Təbiətlə səmanın qovuşduğu bir yer. Hələ burada axşamlar tonqal yandırırsan. Gedək baxaq. Hər şeyi özün eləyirsən Hə. də, qısası. Gəl Hə. gedək. Amil, Hə. burada bilirsən nə xoşuma gəlir? Hər şeyi özün edirsən. Əsl kənd həyatı, quşların səsi, təmiz hava, ləzzət edir də adama. Bəs mən səni ilə belə yerə gətirərəm. Bax, bu Kamp Obası var ha. Təbiətlə səmanın, ahəngliyin, gözəlliyin insanlara öz qoynunda təmiz havası ilə hiss etdirir. Amil, Hə. sənin bazarlığın yaxşıdır. Söz ola bilməz, heç nə deyə bilmərəm. Amma yemək pişirməklə aran yoxdur. Allahın bir dənə yumurtasını qaynatmamısan mənə. Mən yumurta qaynadanmasam da, yemək pişirməsəm də, bax, Oğuzda sənin üçün gədəməyi kartoşkası tapmışam, ləldir, ləl. Ha, bir də ki, onu dedi, yadıma gülməli bir şey düşdü. Mənim bir dənə dostum var, Zahir. İnan Allahın adına bir dənə dolma bükür, bir dənə üç bacı bişirir, barmağın beşini də dişdirirsən. Hə, tanıyıram. O gün demişdiniz, yayda kompot bağlayırdı. O, kompot bağlayırdı. Yadıma düşdü. Sanım üçün özü də 3 gün qaynadır, təyi. Təzə yarpaqlar zadı qoyur. Və sən nə edirsən? Mən nə qədər? Sən heç nə eləyə bilmirsən. Görsən, dostların onu da bacarır. Zato, Zahir mənə qışda göndər Amil, bundan istifadə elə. Yayda hazırlayır. Az danış, dur gedək pişirək ki, dur. Amil, acından öldüm, tez ol da, tez ol. Sən bilmirsən kebab pişirmək özü bir saatlıq işdir. Tez elə, hasta ol Günan. Deyə bilirdim belə eləyəcək. Görsən, ancaq ağzın işləyir. Nə oldu? Ancaq dilin danışır. Nə oldu? Gələn qonaqlara nə kimi xidmətlər göstərirsiniz? Burada ailə çadırlarımız, 2, 3, 4 nəfərlik çadırlarımız mövcuddur. Mətbəx, soyuducu, manqal, samavar, oturacaq, masa, yəni kampa aid dair nə varsa, yəni rahat şəkildə istifadə edə biləcəkləri ləvazimatları veririk. Sonra əraziyə öz çadırlarınızla və bizdən götürəcəyiniz çadırlarla kamp edə bilirsiniz. Öz çadırınızla gəldikdə 12 manatdır giriş. Öz çadırınızı rahatlıqla qurursunuz və mətbəx, soyuducu, elektrik, su, VC, hər bir şey daxildir. Əgər bizdən çadır kiralamaq istəsəz, 15-20 manat civarından başlayır. Yəni 2-3 nəfərliklər. Ailə çadırlarımız 35-40, daha böyük çadırlarımız isə 70 manatdır. Bizə ən çox verilən suallardan biri də odur ki, Kamp Obası harada yerləşir? Kamp Obası Oğuz rayonunun Xaçmaz kəndində yerləşir. Siz bizi sosial şəbəkələrdən də tapa bilərsiniz. Kamp Obası adı ilə. Waze-də və yaxud Google Map-də Kamp Obası Oğuz yazaraq daha rahatlıqla gəlib tapa bilərsiniz.
Hara gedək tamaşaçıları adından gələnlərə əlavə endirimlərimiz olacaq. Hara gedək kamp obasında. Gəzdiyimiz hər bölgə bizim üçün xoş xatirədir. Bununla da Oğuz səfərimiz sona yetdi. Bundan sonra görək Hara gedək? Müqəddəs varlıqdır uca şahdalı. O müdrik babadır başı çalmalı. O müdrik babanın ətəklərindən, o müdrik babanın ətəklərindən bir kənd salınıbdır uzaq keçmişdə. Ey bir kənd salınıbdır uzaq keçmişdə. Sirlidir, alemdir onun tabiatı. Sirlidir, alemdir onun tabiatı. Her yana yayılır onun şöhreti. Dağları yerlərə yedi qardaşdır. Bu yedi qardaşın lazat azıdır. Bu yedi qardaşın lazat azıdır. Lazam mənim, lazam mənim, doğma kəndim lazam mənim. Ey lazam mənim, lazam mənim, doğma kəndim lazam mənim. Hansı bir qapını döysə qonaqlar, o evdə həmin gün toy bayram olar. Açar süfrəsini duz çörək ilə, açar süfrəsini duz çörək ilə. Qonağı qarşılar böyük hörmətlə, ey qonağı qarşılar böyük hörmətlə. Elin adəti var qonağa hörmət. Elin adəti var qonağa hörmət. Babalardan qalıb bizə bu adət. Ləzgi pendirinə lavaş çörəyi, daşanası kababı bəzər süfrəni. Ey daşanası kababı bəzər süfrəni. Lazam mənim, lazam mənim, doğma kəndim lazam mənim. Ey lazam mənim, lazam mənim, doğma kəndim lazam mənim. Lazam mənim, lazam mənim, doğma kəndim lazam mənim. Ey lazam mənim, lazam mənim, doğma kəndim lazam mənim. Azərbaycanımın dilbər güşəsi, elimin ocağı, közü Qəbələ. Barı bərəkəti, nazı neməti, sinəmin söhbəti, sözü Qəbələ. Şöhrəti yayılıb onun hər yana, mən hörmət görmüşəm burada insana. Havada yağ kimi yayılır cana, elə bil qaymağın üzü Qəbələ. Burada yaz da gözəl, yay da gözəldir. Burada çəmən gözəl, çay da gözəldir. Göyündə ulduz da, ay da gözəldir. Bütün gözəlliyin gözü Qəbələ. Meyvəli bağları şanə-şanədir. Təmiz insanları saf, dürdanədir. Cənnət ki deyirlər bir əfsanədir.
La belə cənnətin özü Qəbələ, Azərbaycanımın gözü Qəbələ. Özünüz haqqında tamaşaçılara qısa məlumat verərdiniz. İlk öncə Samirə xanım, Amil bəy, xoş gəlmisiniz Qəbələmizə. Efirlərdən hara gedək verilişini izləyirik, çox gözəl, arzu edirik. Bütün bölgələrimizdə hər tərəfindən gəlsin sizin səsiniz. Bəli, yaradıcılıq uğurlarımız davam edir. Yeni bir mahnımız var. Bizim xanım, şairə xanımız, Rəziyə xanım Laza haqqında mahnı yazıb. O mahnının üstündə çalışırıq ki, inşallah onun klipini çəkək. Və yaradıcılıq uğurlarımız davam edir. El şənliklərindən belə, yeni mahnılardan davam edirik. İnşallah Allah hamıdan arzulayıram ki, Allahdan arzulayaq ki, yolumuz açıq olsun, uğurlu olsun. Nurlan bəy, yaradıcılığınız haqqında qısa bir məlumat verərdiniz. Amil bəy, incəsənət aləmi çox sonu olmayan geniş bir aləmdir. Yəni burada yaradıcılıq uğurları, yaradıcılıqların sonu yoxdur. Yaşadıqca yeni layihələrə, yeni mahnılara imza atırıq. Ancaq son illər bizim vətən uğrunda şəhid balalarımız var. Bu vətənin igid oğulları var. İlk öncə Allahdan onlara rəhmət diləyirik, qazilərimizə şəfa diləyirik. Mənə doğma əziz dayım oğlu var, şəhid balamız var, Emil balamız. Onun haqqında bir mahnı yazılıb. Hal-hazırda o mahnı üzərində işləyirik. Bir bədii qiraətçi kimi, aparıcı kimi hansı şairləri, şeirlərindən bəhrələnirsiniz? Təşəkkür edirəm Amil bəy. Öncə hər birinizi salamlayıram. Xoş gəlmisiniz bizim Azərbaycanın dilbər kürsəsi olan Qəbələ rayonuna. Sualınıza gəldiksə isə mən demək olar bir çox şairlərin yaradıcılığına müraciət edirəm təbii ki. O da onlar ruhları şad olsun. Bəxtiyar Vahabzadə, Şahmar Əkbərzadə olubdur, Zəlimxan Yaqub və ən çox mən ustadım Vaqif Yaquboğlunun yaradıcılığına müraciət edirəm. Mən Vaqif müəllimin tələbəsiyəm. Bu saat yaradıcılığında da ən çox elə Vaqif müəllimdən olan şeirlər üstünlük tələb edir. Şeirlərinizlə tanış olduq. Müasir zamanda şeir yazmaq çətindirmi? Şeir yazmaq belə ki, əgər istedad varsa, yaradıcılıq da var. Amma müasir zamanda belə informasiya bolluğu var. Məsəl üçün, evdə istifadə edirik saytlərdən, bütün dünyada hər şey barədə məlumat götürə bilirik. Yəni ki, belə ki, məlumat bolluğu var, oxucu qıtlığı var məncə. Ona görə ki, mən çox məclislərdə əsasən də xanımlara sual verirəm. Çoxsunun elə bil ki, heç marağı yoxdur şeirə. Lap yerli yaradıcı insanlara deyimmi, sual verəm, heç bəzilərini tanımırlar belə. Amma ki, ziyanlarımız aktivdir, hörmətlə yanaşırlar. Mən sonuncu bu kəndimizə aid, gözəl turizm sahəsi olan Laza kəndimizə aid bir neçə şeirim var, bir poemam var, tarixini yazmışam. Sonuncu Laza kəndinə yazım bir şeirim var. Hörmətli bəstəkarımız Elmir Mədətoğlu bəstələdi və çox hörmətli müğənnimiz Nurlan müəllim də, Nurlan bəy də onu işıqlandırır. Mən çox şadam. Həqiqətən çox şadam. Mənə öz cəmaatım çox müraciət etmişdi ki, kəndimizə aid nə olar Rəciyə xanım, şeiriniz olsun, o şeirə mahnı bəstələnsin. Gələn turistlərimiz də dinləyib feyziyab olsun, yerli cəmaat da. İndi istəyirəm mən o şeirdən bir neçə bənd deyim, icazənizlə. Müqəddəs varlıqdır, uca şah dağı. O müdrik babadır, başı çalmalı. O müdrik babanın ətəklərində bir kənd salınıbdır uzaq keçmişdə. Sirli aləmdir onun təbiəti, hər yana yayılıb onun şöhrəti. Dağları əl-ələ 7 qardaşdır, bu 7 qardaşın Laza tacıdır.
Hansı bir qapını döysə qonaqlar, o evdə həmin gün toy bayram olar. Açar süfrəsini duz çörək ilə, qonağı qarşılar böyük hörmətlə. Elin adəti var, qonağa hörmət, babalardan yadigardır bu adət. Ləzgi pendiri ilə lavaş çörəyi, daş arası kababı bəzər süfrəni. Təşəkkür edirəm. Bir gənc şairə kimi ən son yazdığınız şeir hansıdır? Samirə xanım, Amil bəy, öncə Qəbələyə xoş gəlmisiniz. Dilbər güşələrindən biri olan Qəbələ şəhərimizə xoş gəlib səfa gətirmisiniz. Dünya televiziyasından tamaşaçılarına özlərinin təşəkkürümüzü bildiririk. Və suala gəldikdə ən son yazdığım şeir xoşbəxtçiliklə aiddir. Yəni xoşbəxtlik nə pulda deyil, nə varda deyil, nə dövlətdə deyil, sadəcə gülümsəməkdədir. Və bir kitabımın üzərində də işləyirəm. Şəhidlərimiz haqqındadır. Allah şəhidlərimizə rəhmət eləsin. Və bu kitabda ingilis-rus dilində çıxacaq və bütün ölkələrdə bu kitab tanınacaq. Və sizin verilişi özəl, anam Rəciyə Lazanlı ilə birlikdə şirin ağızla yemək üçün tort gətirmişəm. İcazənizlə tortu birlikdə kəsərdik. Kəsərdik, bəli. Hara gedək? Çay bağı restoranı yaya hazırdırmı? İlk ögədə mən Dünya TV-ni salamlayıram, Qəbələyə gələn qonaqlarımızı salamlayıram. Bəli, biz Çay bağı Qəbələ restoranı olaraq bir ay əvvəlcədən yay tədbirlərimizi görmüşük. Obyektimiz 24 saat fəaliyyətdədir. Gələn qonaqlarına maksimum dərəcədə xidməti güclü edirik. Obyektimizdə uşaqlar üçün əyləncə var. Yəni valideynlər çox vaxt narahat olur ki, əyləşir masaya, uşaqdan narahat qalır. Yəni biz onun yanına uşaq da vermişik, bir nəfər işçi ayırmışıq ki, yəni uşağa diqqət yetirsin, uşağa heç nə olmasın. Bizdə çeşidlərimiz boldur, setlərimiz var, kebab setlərimiz var, çay setlərimiz mövcuddur. Bütün gələn qonaqlarımızı xoş üzlə qarşılayırıq və maksimum dərəcədə qulluq edirik. Çox sağ olun. Sağ olun. Her ihtimali düşündüm, bulamadım çaresini. Ya seni terk etmeliydim, ya vurmalıydım kendimi. Her ihtimali düşündüm, bulamadım çaresini. Ya seni terk etmeliydim, ya vurmalıydım kendimi. Körmüşüm, cahilmişim, sen kimmişsin, seni sevmişim. Zor bela, unutabildim her şeyi. Zor bela, avutabildim kendimi. Zor bela, çıkarabildim kalbimden. Kurtuldum senden. Zor bela, unutabildim her şeyi. Zor bela, avutabildim kendimi. Zor bela, çıkarabildim kalbimden.
terk etmeliydim, yavurmalıydım kendimi. Her ihtimali düşündüm, bulamadım çaresini. Ya seni terk etmeliydim, yavurmalıydım kendimi. Körmüşüm, cahilmişim, sen kimmişsin, seni sevmişim ben. Bir daha mı? Asla. Zor bela, unutabildim her şeyi. Zor bela, avutabildim kendimi. Zor bela, çıkarabildim kalbimden. Kurtuldum senden. Zor bela, unutabildim her şeyi. Zor bela, avutabildim kendimi. Zor bela, çıkarabildim kalbimden. Kurtuldum senden. Zor bela, unutabildim her şeyi. Zor bela, avutabildim kendimi. Zor bela, çıkarabildim kalbimden. Hara gedək komandası harda? City Hotel Qəbələdə.